Həzrət Peyğəmbərin qəlbinə Quran-Kərim vəhy edilib, Peyğəmbər bunu şifahi bir şəkildə insanlara çatdırıb. Yazılı mətnlə şifahi mətnin arasında böyük fərqlər var. Siz yazılı bir mətin yazarkən onun qaydasına, qrammatikasına, yazı üslubuna, ifadə üslubuna diqqət edərsiniz. Şifahi mətnin başqa xüsusiyyətləri var. Şifahi sözün başqa xüsusiyyətləri var. Bu bütün dillərə aiddir. Ola bilər ki, məsəl üçün siz Azərbaycan dilində normal danışıqda istifadə etdiyiniz bir çox ifadəni yazılı mətndə istifadə etməzsiniz. Yazılı mətn daha nizamlı bir mətindir. Quran-Kərim isə xitabdır. Həzrət Peyğəmbərin qəlbinə vəhiy yolu ilə bildirilib. Həzrət Peyğəmbər onu insanlara təbliğ edib və onu yaşayaraq həyatında nümunə olaraq göstəribdir. Nəticə itibarilə Quran-Kərim tək başına bir mətin olaraq bizə gəlməyib. Həzrət Peyğəmbərin həyatı ilə birlikdə bizim qarşımıza çıxıb. Onun həyatı ilə birlikdə bizə təzahür edib. Birinci bunu anlamaq lazımdır. İkinci tərəfdən bu kitab əlbəttə ki, biz bayaqlar söhbətin əvvəlində siz də dediniz, mən də vurğuladım. Quran-Kərimi bilmək, anlamaq müəyyən biliklər tələb edir. Sual ola bilər ki, məyər Quran-Kərim sadəcə bu sahədə biliklilərə mi nazil olub? İxtisas sahiblərinə mi nazil olub? İlahiyyatçılara mı nazil olub? Bu sualın cavabı bu şəkildədir. Əlbəttə Quran-Kərim hər kəsə aiddir, hər kəsə göndərilib. Bütün insanlara xitab edir. Bu mənada Quran-Kərim əslində asan bir kitabdır. Quran-Kərimdə yenə Qəmər surəsində 2 yerdə 17 və 22-ci ayələrdə Əstəuzubillah Ləqəd yəssərnəl Qur'ənə lizzikri fəhəl min muddəkir. Biz bu kitabı, bu Quranı asanlaşdırdıq. Zikr üçün, öyüd götürməyiniz üçün asanlaşdırdıq. Öyüd götürən varmı? Deyə bir xitabdır. Bu ayələrdə təkrarlanır. Quran-Kərim həqiqətən asan bir kitabdır. Yəni, onu anlamaq üçün dərin ixtisas biliklərinə ehtiyac yoxdur. Amma nə mənada yoxdur? Baxın, Quran-Kərimi oxuyan sıravi bir insan orada Allahın tək olduğunu, bütpərəstliyin yanlış olduğunu, insanların malına əl uzatmağın, haram yeməyin, zina etməyin, oğurluq etməyin yanlış olduğunu, pis olduğunu, haram olduğunu, insanlara əl tutmağın, yaxşılıq etməyin, namazı, orucu, həcci, bunları ümumi mənada, bunların o ilkin formalarını və başlıca prinsiplərini həmin kitabda tapa bilirlər. Yəni orada da izah ehtiyac yoxdur. Yəni bunların izah ehtiyac yoxdur. Bəli, Quran-Kərimi oxuyan bir adam oğurluğun görəsən yaxşıdır yoxsa pisdir tərəddüdünə düşməz. Tək tanrılıq yaxşıdır, pisdir tərəddüdünə düşməz. Bunlar halaldır mı, haramdır mı mövzusunda tərəddüdə düşməz. Bunlar çox açıqdır. Amma indi başqa bir ayədən söhbət gedir. Əl-İmran surəsinin 7-ci ayəsində. Uca Allah buyurur ki, daha dəqiq olması üçün istərsiniz mən sizə ayədən oxuyum. Əl-İmran surəsinin 7-ci ayəsində Uca Allah bu kitabın bir hissəsinin möhkəm, bəzi ayələrinin möhkəm, bəzilərinin isə mütəşabih olduğunu deyir. Ayə tam olaraq belədir. Huvəl-ləzi ənzəl aleykumul kitəbə. O sizə kitabı nazil edəndir. Minhu əyətun muhkəmətun. Onda möhkəm ayələr var. Hunnə ummul kitəb. Onlar kitabın özüdür, əsasıdır, anasıdır. Hərfi mənası belədir. Yəni bu kitabın əsas hissəsi, bax bu möhkəm ayələrdəndir. Yəni siz onu oxuduğunuz zaman oradakı başlıca prinsiplər, fikirlər açıq aydın şəkildə bir belə deyək, heç bir savadı olmayan insan üçün də bu aydın olacaq. Savadlı insanda, müxtəlif sahələrdə oxuyan insanlar üçün də, çalışan insanlar üçün də bu ana fikirlər aydın olacaq. Amma digər tərəfi var. Və uxaru mütəşabihət. Ayələrin bir hissəsi mütəşabihatdır. Mütəşabihat nə deməkdir? Təfsir alimləri bunu bu şəkildə izah edirlər. Kəlmənin də mənası budur. O ayəni oxuduğunuz zaman birdən çox mənaya gəlmə ehtimalı var. Bir ayəni oxuyuruq, mənalar bir-birinə bənzəyir. O ayəni bu şəkildə də başa düşə bilərik, o şəkildə də başa düşə bilərik. Və ya bizə qaranlıq qala bilər, dəqiq olmaya bilər. O möhkəm ayələr kimi mənaları bizim üçün açıq, aydın,
səlis formada gəlməyə bilər. Bax, bu hissələr mütəşabihlərdir. Və deyir ki, Quran-Kərimdə həmin ayənin davamında, bax, məhz bu mütəşabih ayələri üzərində çox dayanıb, insanları bəlkə də dində soyutmamaq üçün, onlara lazımsız məsələləri onların diqqətinə gətirməmək üçün belə bir tənqidi bir fikir də var Quran-Kərimdə. Deyilir ki, فَأَمَّا فِي قُلُوبِهِمْ زَيْغٌ qəlbində xəstəlik olanlar, nifaq olanlar فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ qəlbində xəstəlik olanlar fitnə arzusuyla və ya onu yozumlamaq arzusuyla həmin o mütəşabih ayələrə yönələrlər. Hansı ki, müəyyən qədər ilk oxunuşda gözə fərqli şəkildə gələn, savadsız insanları çaşdırmaq üçün, məsəl üçün, bəzən görürük ki, bir ayə gətirir, bir ayə misal gətirilir. O ayənin təfsir tarixindəki mənası çox ayandır, bəyandır. Yəni, bütün təfsirçilər onun nə mənaya gəldiyini dəfələrlə, çox rahat bir şəkildə izah ediblər. Amma kütlə ümumi mənada Quran elmlərindən məlumatsız olduğuna görə həmin ayələri istədikləri şəkildə, biraz da spekulativ formada insanların diqqətinə çatdıra bilirlər. O baxımdan Quran-Kərim təfsirinə müraciət etmədən, izahına müraciət etmədən bax, həmin ayələri anlamaq mümkün deyil. Mən mütəşabihlə bağlı bir dənə də qısa bir əlavə edim. Deməli, Quran-Kərim dedik ki, bir hissəsi, əsas hissəsi möhkəm ayələrdir. Bunlar asandır, hər kəsin başa düşəcəyi. Bir hissəsi mütəşabihdir. Bəs hansı hissəsidir o mütəşabih olan? Mütəşabihlik biraz izafi məsələdir. Yəni, siz dini elmlərdə, biliklərdə, Quran-Kərim biliyində, onun nazil olması, nüzul səbəbləri, Quran bütünlüyü, ərəb dili, bax, bunlar sahəsində nə qədər dərinləşsəniz, mütəşabihlik sizin üçün o qədər azalar. Elə ayə ola bilər ki, sıradan bir insan üçün, ilk dəfə Quran-Kərim oxuyan adam üçün bu mütəşabih ola bilər. Amma biliklər dərinləşdikcə bu mütəşabihlik azalır. Bu baxımdan müsəlman ümməti, belə deyək, Quran-Kərimin nüzulunun üzərindən artıq 1400 ildən çox vaxt keçir. İslam dini dünyanın müxtəlif yerlərinə yayılıb, müxtəlif mədəniyyətlər içərisində qaynayıb qarışıb. Halbuki bir sözün deyildiyi məkan çox vacibdir. Bu söz harda deyilib, necə deyilib, kimə şəraitdə deyilib, hansı şəraitdə deyilib, hansı məsələ ilə bağlı deyilib. Bax, bunları bilmədən Quran-Kərimin doğru, düzgün təfsir etmək olmaz və müəyyən təhlükələr də ortaya çıxar. Məsələn, Quran-Kərimin bir ayəsində onları tutduğunuz yerdə öldürün deyilir. Hansı şəraitdə, necə, nə bu ayə nə zaman deyilibdir? Bu ayə hansı şəraitdə deyilib? Siz sadəcə Quran-Kərimə müraciət etsəniz, desəniz ki, bizim tək mənbəyimiz Qurandır, başqa bizə heç bir şeyə ehtiyac yoxdur, siz o zaman bu ayə ilə əməl etməlisiniz. O ayədə buyurulan insanlarla bütün şəraitlərdə savaşmalısınız. Halbuki bu ayənin nazil olduğu yer var. Hansı şəraitdə nazil olub, hansı, bax o belə deyək, münaqişədə olduğu qövmlərlə, dəstələrlə münasibət şəraitində nazil olub. Bu münasibətlərin əvvəlində mi nazil olub, sonrasında mı nazil olub, savaş mühitində mi nazil olub? Bax, bunları bilmədən Quran-Kərimin təfsirini vermək yanlışdır və təhlükəli nəticələr doğura bilər.